Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bugün biz yenə də Göyçay rayonunda xalqa göstərilən xidmətlərdən danışacağıq sakinlərə. Bu günlərim biz Göyçayın Çərəkə kəndindəyik, çəkiliş edirik, görülən işlərin təqdimatını veririk. Bəli, doğrudan da bugün mən həmişə bunu qeyd etmişəm. Bütün bizim çəkişlərdə də var. Göyçay rayonunun doğrudan da icra başçısı Natiq Müəllim Ağayevin həmişə belə deyək, xalqa göstərdiyi xidmətlər yüksək səviyyədə qarşılanıbdır. Çox sağ olsun. Mən həmişə öz təşəkkürümü bildirmişəm, həm birliyimiz adından, həm öz adımdan. Çünki Natiq müəllim doğrudan da Göyçaya gəldiyi gündən yalnız xalqa xidmət edir, Göyçay sakinlərinə xidmət edir. Bunun üçün ona bir daha təşəkkür edirik. Və bugün Çərək kəndində su meliorasiya, yəni idarəsinin işlərindən danışacağıq. Çünki olunan müraciətlər həmişə öz həllini tapır. Bu gün də Çərək kəndində su arxlarının qazılması prosesi həyata keçirilir. Yəni çox təqdirə layiq bir işdir ki, biz bunu çəkib mütləq şəkildə cəmiyyətə təqdim etməliyik. Çünki görülən işlər doğrudan da xalq tərəfindən, insanlar tərəfindən çox sevililir, bəyənilir. Mən bunun üçün bir daha Göyçay Su İdarəsinin rəhbərliyinə, Sadiq müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, öz işində daimi operativ, yəni işlər görür. Çox sağ olsun. Mən indi o görülən işləri çəkibsə təqdim edirəm. Bəli, hörmətli izləyicilər, bax gördüyünüz kimi bu su axı qazılır burada. Bax gördüyünüz kimi burada Su İdarəsinin nümayəndələrindən də var. Çingiz bəy, çox sağ olun, təşəkkür edirik ki, bax bu işdə daima diqqəti sizin rəhbərliyini Sadiq müəllimə minnətdarıq ki, bax belə öz işini həmişə layiqincə yerinə yetirir. Yəni bu insanlar tərəfindən çox yüksək səviyyədə qarşılanır. Çox sağ olun bir daha. Yəni burada siz nəzarət edirsiniz, görülən işlərə də çox sağ olun. Hər bizə minnətdarını bildirirəm. Bax mən çəkib təqdim edirəm. Bax bu kanalların qazılması gördüyünüz kimi çox gözəl, möhtəşəm bir işdir ki, insanlar suvarma kanallarından rahat istifadə edə bilirlər. Bax o əkin sahələrinin suvarılması bax bu kanaldan təmin olunur. Bəli. Hamısı da sulanıb. Bəli, deməli bu sahələr sulanıbdır. Burada yaz, qış əkinlər həyata keçirilibdir. Yəni taxıl əkilibdir. Bu yerlərə yolda sahələr var. Yəni bu sahələr hər biri bax bu arxdan sulanır bu kanaldan. Çox sağ olsunlar. Yəni burada gördüyünüz kimi bu Hyundai yəni maşında işləyir burada. Çox yüksək səviyyədə xidmət göstərir. Bax bu görülən işlərdir hər biri. Bax bu kanallar elə bir vəziyyətdə idi ki, yəni buranın çol-ços almışdı. Bax bu vəziyyət çolla alınıb bu yerdə, çol-ços idi. Bax indi təmizlənir artıq və insanların istifadəsinə verilir. Bəli, insanlar da bu suvarma kanallarından istifadə edərək öz əkinlərini əkirlər və rahat da belə deyək işlərini görürlər. Mən bir daha təkrarən təşəkkürümü bildirirəm Göyçay icra başçısı Natiq müəllimə, Göyçay Su Meliorasiya İdarəsinin rəisi Sadiq müəllimə çox sağ olsunlar. Yəni adəti qurumlara minnətdarım. Bu işdə zəhmət olan hər bir kəsə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Hər bir məmur xalqa xidmət göstərməlidir. Cənab Prezidentimiz İlham Əliyevin buyruğu, göstərişi budur. Yerlərdə bütün adəti orqanlar, məmurlar öz işini yerinə yetirməli ki, sakinlər yəni bu işdən hər biri bəhrələnə bilsin. Yəni bu xidmətlərdən bütün insanlar. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə. Azərbaycan bəli, gün-gündən inkişaf edir. Həm sosial, həm siyasi sahələrdə, hər bir sahədə.